Manna dövləti. Erkən dövlətlər zəifliyib süqut etdikdən sonra Urmiya gölü hövzəsində çoxsaylı xırda vilayətlər meydana gəldi. Hər vilayətin öz başçısı, öz mərkəzi şəhər qalası var idi. Onların içərisində ən güclüsü Zama idi. Urmiya gölünün cənub hissəsində yerləşən bu vilayətdə əvvəllər Lulubilər məskunlaşmışdı. Deməli, əvvəllərin Lulubilərin məskunlaşdığı bu ərazidə sonra Manna dövləti meydana gəlibdi. Vahid və güclü dövlət olmadığı üçün bu ərazilərə qonşu dövlətlər ardıcıl hücum edirdi. Hücumlar eradan əvvəl 9-cu əsrdə daha da güclənmişdi. Urmiya gölü hövzəsi şərqin qüdrətli dövlətləri Aşşur və Urartu arasında mübarizə meydanına çevrildi. Dağıdıcı basqınların nəticəsi həmişə kədərli idi. Əhalinin sərvətləri talan edilir, minlərlə insan əsir aparılırdı. Artıq vilayətlərin birləşməsi, yadillərə qarşı mübarizə zərurətə çevrilmişdi. Müəyyən bir ərazidə yaşayan əhalini qanunlara əsasən idarə edən siyasi təşkilat dövlət adlanır. Birləşmə prosesində Zammo hakimləri mühüm rol oynadılar. Vilayətləri ya könüllü, ya da zor gücünə birləşdirilirdi. Nəticədə eradan əvvəl 9-cu əsrdə Manna dövləti meydana gəldi. Mannanın adı ilk dəfə eradan əvvəl 843-cü ildə bura yürüş etmiş Aşşur hökmdarının kitabəsində çəkilir. Kitabədən məlum olur ki, hökmdar Zama ərazisində Munna adlı tayfa ilə rastlaşmışdı. Demək, eradan əvvəl 843-cü ildə hökmdarın bura yürüşü var və Aşşur hökmdarının yürüşüdür. Və bu kitabədən məlum olur ki, hökmdar Zama ərazisində gəlib çıxmış və burada Munna adlı tayfa ilə rastlaşmışdı. Yəni, burada qarət talan haqqında heç bir məlumat yoxdur. Sadəcə tayfa, Manna dövlət deyil, burada Manna adlı tayfa ilə rastlaşıbdır. Manna adı mənşəcə yerli idi. Bu ad əvvəlcə Urmiya boyu tayfalardan birindən məxsus olmuş, sonra Mannalıların birləşdirdiyi torpaqların hamısına yayılmışdı. Demək, əvvəlcə görürük ki, bu ad əvvəlcə sırf Urmiya boyu tayfalardan birinə məxsus olubdu. Sonra da Mannalıların birləşdirdiyi torpaqların hamısında yayılmışdı. Manna dövlətinin ərazisi indiki Cənubi Azərbaycan torpaqlarını əhatə edirdi. Şimalda Araz çayı cənubu qoruyan təbii maneə rolunu oynayırdı. Cənub-şərq istiqamətində Midiya ilə qonşu idi. Manna qərb tərəfdən Aşşur, şimal-qərbdən Urartu ilə həmsərhədidir. Dövlətin paytaxtı İzyurdu şəhəri idi. Gördüyümüz kimi Manna Urmiya gölü ətrafı torpaqda meydana gəlibdir. Diqqət edək xəritəyə. Urmiya gölü ətrafı torpaqda yarandı Manna. Mannanın deməli cənub şərqində Midiya dövləti, Mannanın şimalında görürük ki, bu Araz çayı və eyni zamanda Mannanın şimal qərbində, bildik ki, yuxarı şimal, sağımız şərq, solumuz qərb, aşağı cənubdur. Şimalla qərbin arası, yəni şimal qərbində Van gölü ətrafında buradan yürüş edibdir. Urartu, bunun yürüş istiqamətinə xüsusi diqqət edin. Baxın, U yuxarı. Deməli, yuxarısının U'su, Urartunun U'su. A aşağı. Nisbətən aşağıdan isə Aşşurlar yürüş edib. Bu yürüş istiqamətini mütləq yaxşı bilməliyik. Manna Azərbaycan torpaqlarında meydana gələn quldar dövlət idi. Bütün hakimiyyət hökmdarın əlində cəmləşmişdi. Hökmdar yanında Ağsaqqallar Şurası fəaliyyət göstərirdi. Ağsaqqallar hökmdara məsləhətlər versə də son qərarı hökmdar qəbul edirdi. Hökmdar İranzudan başlayaraq hakimiyyət irsən, yəni atadan oğula keçməyə başladı. Belə Manna idarə etmə üsuluna görə monarxiya oldu. Deməli, İranzudan etibarən monarxiya götürürük. Monarxiya çünki hakimiyyətin irsi olması, yəni ali hakimiyyətin hökmdarın əlində cəmləşdiyi dövlət idarə sistemidir ki, ondan da sonra oğluna keçir. Deməli, hakimiyyətin monarxiya olması İranzudan başlayaraq olubdur. Buna qədər olan hakimiyyət isə buna monarxiya və yaxud da ki, irsi hakimiyyət deyə bilmərik. Amma İranzudan başlayaraq, İranzu olsun, Aza olsun, Aşeri olsun, Ulusun olsun, biz hər birinə, vali olsun, hər birində monarxiya idarə sistemi var deyirik, hər birində hakimiyyət irsən keçib deyə bilirik. Baxın, bu ilin ilk sualı olmuşdu bu. Deməli, uyğunlaşdırmaq. Manna qalasından danışaq. Manna əhalisi eradan 3-2-ci minillikdə Urmiya gölü hövzəsində yaşamış Kuti, Lulubi, Su, Turukki və sair tayfaların varisləri idi. Təsadüfi deyil ki, eradan əvvəl 8-ci əsrə aid Aşur kitabələrində Kuti ölkəsi, Lulubi ölkəsi kimi ifadələr hələ də qalmaqdadır. Demək, Aşur kitabələrində hələ də Kuti, Lulubi ölkəsi deyə də bəhs olunurdu. Manna dövləti
Eradan əvvəl 9-cu əsr yaransa da, hələ o zamanlar bütün vilayətləri əhatə eləmirdi. Ölkə daxilində vəziyyət gərgin idi. Bəzi vilayətlərin hakimləri müstəqil fəaliyyət göstərir, bəzi hakimiyyətə tabe olmurdular. Bu isə Mannanın işğalçılara qarşı müqavimət gücünü zəiflədirdi. Amansız və dağıdıcı yad ellə yürüşləri birləşmə prosesini sürətləndirdi. Mannanın mərkəzləşmiş dövlətə çevrilməsi hökmdar İranzunun dövründə baş tutdu. İranzu isə 740-719-cu illərdə hakimiyyətdə olubdu. Müdrik hökmdar diqqətini ilk növbədə dövlətin daxili işlərinə yönəltdi, vilayət başçıları idarəçilikdən uzaqlaşdırıldı, onların yerinə hökmdara tabe olan canişinlər təyin elədi. Manna mərkəzləşmiş dövlətə çevrildi, ölkə daxilində sabitlik yaradıldı. Demək, İranzu vilayət hakimlərini vəzifələrindən uzaqlaşdırır, onların yerinə özünə sadiq canişinlər təyin edir. Yəni canişinlik sistemi yaradır, mərkəzləşmiş dövlətə çevirir dövləti və dövlətdə sabitlik yaranır. Amma diqqət edək, bu İranzunun daxili siyasətidir. Bəs xarici siyasəti görəsən nə olubdu? Burada gördüyümüz kimi xarici siyasətdə iki ox var, yəni Urartu yürüşləri var, Aşur yürüşləri var. Bayaq da qeyd etdiyim kimi Urmiya gölü hövzəsinə yuxarıdan Urartu, aşağıdan Aşur yürüş edibdi. Gördüyümüz kimi. İranzu iki od arasında qalmışdı. Bir tərəfdən Urartunun, digər tərəfdən Aşur dövlətinin ölkəyə basqınları səngimirdi. Hər iki dövlət Mannanın bərəkətli torpaqlarına, zəngin sərvətlərinə sahiblənməyə çalışırdı. Urmiya gölü hövzəsi uğrunda bu iki dövlət arasında mübarizə daha da şiddətlənmişdi. İranzu məhz bu şəraitdən istifadə etmək qərarına gəldi. Tezliklə güclü Aşur dövləti ilə müttəfiqlik münasibətləri quruldu. İranzu Urartu təcavüzünü dəf etmək üçün Aşur ilə birlikdə mübarizə aparmağa üstünlük verdi. Qüvvələr nisbətini düzgün hesablayan Manna hökmdarı bu ittifaqdan yararlana bildi. Urartu məğlub oldu və işğal etdiyi Manna torpaqları geri qaytarıldı. Beləliklə Manna güclü dövlətə çevrildi. Hakimiyyətin sonuna yaxın İranzuya qarşı daxili narazılıqlar yenidən baş qaldırdı. Urartunu da müdafiə etdiyi vilayət hakimləri, hətta bəzi canişinlər üsyan qaldırdılar. Manna hökmdarı müttəfiqi Aşur dövlətindən yardım istəməyə məcbur oldu. Aşur hökmdarı 2-ci Sarqonun köməyi ilə üsyan yatırıldı. Buna baxmayaraq ölkədə daxili narazılıqlar qalmaqdaydı. İranzunun ölümündən sonra Aza hakimiyyətə gəlir. Lakin o, atasının siyasətini davam etdirə bilmir. Ölkəni qarışıqlıq bürüyür. Aza düşmənlərin üstün gələ bilmədi və öldürüldü. Manna taxt tacına Azanın qardaşı Ulusun yiyələndi. O, Aşurun düşmənlərinin tərəfinə keçdi. Aşur hökmdarı 2-ci Sarqon yaranmış vəziyyətlə barışmaq niyyətində deyildi. 716-cı ildə böyük qoşunla Mannaya yürüşə başladı. Paytaxt şəhəri İzirtu talan edildi. Hiddətimdən əkinlərə daraşan çəyirtkələr kimi bu ölkələrin üstünü aldım. Mannalar ölkəsinə onun, yəni Ulusunun çar şəhəri İzirtunu quzğun kimi çaldım. Onlara əməlli başlı divan tutdum. İzirtunu yandırdım. Ulusunun günahlarından keçdim və atasının çar taxtında əyləşdirdim. Bu da Aşur hökmdarlarının kitabələrindən seçmədir. Yəni burada da 2-ci Sarqondan söhbət gedir. Azanın qatillərindən biri tutulub, sərt şəkildə cəzalandırıldı. İranzu ilə münasibətlərini yada salan 2-ci Sarqon Ulusununu əfv elədi. Yəni atasının xətrinə balasını bağışladı deyirəm. Ulusun Aşur dövlətinin siyasi üstünlüyünü tanıdı. Demək, baxın, əvvəlcə tanımır, keçir Urartu tərəfə. Amma sonra Aşur yürüş edəndən sonra onun siyasi üstünlüyünü tanıyır, hakimiyyətin sonuna qədər Aşurla ittifaqı pozmur. Demək, həm ittifaqı quran, həm ittifaqı pozan kimdir? Ulusun. Yəni həm pozub, sonra da yenidən bərpa edibdir. 2-ci Sarqon Manna hökmdarının Urartuya verməyə məcbur olduğu qalaları Ulusuna qaytardı. Hansı ki qalalar var idi ki, 2-ci Sarqon onları neynədi? Ulusuna qaytardı. Urartunun əlindən alıb Ulusuna qaytardı. Görünür Mannada Aşur əleyhinə əhval-ruhiyyəni qızışdırmaq istəmirdi. O, 714-cü ildə müttəfiqlər müqavilə imzaladılar. Yəni eradan əvvəl 714-də müqavilə imzalandı. Bu müqavilə Mannaya hücumlarını davam etdirən Urartu dövlətinə qarşı yönəlmişdi. Razılaşmaya görə Ulusun Aşur ordusunu ərzaqla təmin etməlidir. Əvəzində 2-ci Sarqon Urartunun işğal etdiyi əraziləri Mannaya qaytarmağa söz verirdi. 714-cü ildə hərbi səfərə başlayan 2-ci Sarqon Urartu hökmdarı 1-ci Rusanı məğlub etdi. Bu onun Urartuya ən uğurlu yürüşü idi. Aşur hökmdarının qələbə münasibəti ilə yazdığı kitabda deyilirdi. Mən qəddar düşmənim ayağını Manna ölkəsindən kəsdim. Ulusunun qəlbini razı saldım. Demək ki, diqqət edək, artıq eradan əvvəl 714-dən sonra biz Urartu təcavüzündən danışa bilmərik. Çünki artıq Urartunun təcavüzünü ayağını Manna ölkəsindən kəsir Sarqon.
Ulusunu istəyirdi ki, 2-ci Sarqon döyüşdə 1-ci Rusiyanı məğlub etsin. Ora-bura səpələnmiş Mannalar öz yerlərinə qayıtsınlar. Aşur hökmdarı Urartunu yıxmağı, Manna dövlətinin sərhədlərini bərpa etməyi vəd edirdi. O, Manna ölkəsinin məzlum əhalisinə sülh gətirəcəyinə söz verdi. Bu qələbədən sonra Urartu zəiflədi, bir də Mannanın daxili işlərinə qarışa bilmədi. Ərazi bütövlüyünün bərpa edilməsi və daxili sabitliyin qorunması Mannanı gücləndirdi. Demək ki, artıq 7-ci əsrdə Urartudan danışa bilmərik. Yəni, Mannaya hücumlarla danışa bilmərik. Varlığı var, amma Mannaya hücum eləmir. Eradan əvvəl 7-ci əsrin birinci yarısında, baxın 7-ci əsrin birinci yarısı deyirik. 7-ci əsrin birinci yarısında Kimmerlərin və İskitlərin Cənubi Qafqaza yürüşü tarixin gedişatını dəyişir. At üstündə döyüşən bu cəngavər tayfalar Anadoludan, yəni indiki Türkiyə ərazisindən keçib Misirə qədər gedib çıxdılar. Deməli, bu qoçaq tayfalar Anadoludan, yəni indiki Türkiyədən keçib, ta ki Misirə qədər gedib çıxıbdılar. Hara qədər? Misirə qədər. Onlar özləri ilə yeni döyüş üsulları gətirmişdilər. Yüngül zirehə bölünən İskit atlıları düşməni ox yağışına tutur, döyüş arabalarından geniş istifadə edirdilər. Demək, döyüş arabalarından geniş istifadə İskitlərdə olub. Döyüş arabalarından biz bir dəfə istifadə öyrənmişdik. Harda? Kadeş müqaviləsində. Yəni, o dövrdə Hetlərlə müharibədə, Misirlə Het arasında müharibədə. O vaxta qədər əsasən piyada döyüşməyə üstünlük verən şərq ölkələri bu hücumların qarşısını almaqda çətinlik çəkirdi. Aşur dövləti də bu hücumlardan yaxa qurtara bilmədi. İskitlər Aşurun paytaxtı Nineviyada hücum etdilər. Arxeologların dağıdılmış Nineviyanın qala divarlarından İskit oxucuqları tapması bu faktı təsdiq edir. Deməli, İskitlər Aşur dövlətinə hücum ediblər və Aşurun paytaxtı Nineviya hücum olunubdur. Arxeologlar buradan oxucuqlar tapıbdır ki, bu İskitlərə məxsusdur və aşkarlanma oxucuqlarına əsasən sübut ediblər ki, Nineviya İskitlərin hücumuna məruz qalıbdır. Eradan əvvəl 7-ci əsrdə. Manna hökmdarı Ahşeri İskitlərlə dostluq münasibəti qurdu. Onları öz ölkəsinə yerləşdirərək ordusunu gücləndirdi. Ahşeri yaranmış şəraitdən istifadə elədi və Aşur dövləti ilə ənənəvi ittifaqı pozdu. Mannadan Aşur xəzinəsinə ödənilən xərac dayandırıldı. İskitlərin gəlişi ilə tam müstəqil siyasətə yürüdən Manna hökmdarı hətta Aşurun sərhəd dəstələrinə belə hücum eləməkdən çəkinmədi. Elə Aşur mənbələrində sərhəd qalılarının Manna tərəfindən tutulduğu haqqında məlumatlar verdi. Həm İskitlər, həm Aşura yürüş edib, həm də Mannalılar Ahşerin dövründə Aşurun sərhəd dəstələrinə demək ki, hücum edibdi. Kim? Manna. Kim? Ahşeri. Demək, Ahşeri müstəqil siyasət edib. Hətta Aşura yürüşlər edib. Buna diqqət edək. Bu ilin ilk sualı idi. Ahşeri Midiyada Aşur əleyhinə baş verən üsyançılara da yardım edib. Demək, Midiyada Aşur əleyhinə olan üsyançılara yardım edib, yəni Kaştaritiyə yardım edib. Birləşmiş qüvvələr düşməni Midiyadan qovubdu. Aşur hökmdarı Aşurbanipal mövcud vəziyyətlə barışmaq niyyətində deyildi. Hiləgər hökmdar qiymətli hədiyyələr göndərərək İskitlərin bir tərəfinə nail olur. Deməli, İskitlərin birinci bir tərəfinə nail olur. Belə Aşura qarşı formalaşan ittifaq parçalanır. Aha, İskit-Manna ittifaqını parçalayır. Manna güclü düşmən qarşısında müttəfiqsiz qalır. Və eradan əvvəl 650-ci ildə Aşurbanipal Mannaya hücuma başlayır. Aşir ordusu ilə düşmənin qarşısına çıxır. Baş verən qanlı döyüş Aşurbanipalın qələbəsi ilə yekunlaşır. Bu məğlubiyyət Mannaya baha başa gəlir. Mannanın məğlubiyyətinin nəticəsində çoxlu sayda Mannalı əsir alınır, paytaxt İzirtu tutularaq dağıdılır, əhali qarətlərə və talanlara məruz qalır, çoxlu şəhər və qalalar talan edilərək dağıdılır. Deməli, Mannalar bu məğlubiyyəti Aşşeriyə bağışlamır, o Aşur meyilli qüvvələrin başçılıq etdiyi üsyanda öldürülür. Deməli, hansı üsyanda öldürülür? Aşur meyilli qüvvələrin başçılıq etdiyi üsyanda öldürülür. Demək, üsyan nəticəsində öldürülən hökmdar kimdir? Ahşeri. Hakimiyyətə onun oğlu Ualli gəlir. Yeni hökmdar Aşur ilə münasibətləri qaydaya salmağa çalışır. Tezliklə iki dövlət arasında ənənəvi ittifaq bərpa edilir. Manna bundan sonra Aşur ilə ittifaqa sadiq qalır. Demək, Ualli və ulusun oxşarlığı nədir? Aşur olan ittifaqı bərpa eləmək. Ulusun özünün pozduğu ittifaqı, Ualli isə Aşşerlə pozduğu ittifaqı bərpa edir. Eradan əvvəl 7-ci əsrin sonlarında Midiya və Babil dövlətləri birləşərək Aşura qarşı müharibəyə başladı. Birləşmiş qüvvələr əvvəlcə Aşur dövlətinin varlığına son qoydu. Eradan əvvəl 605-ci ildə. Manna hökmdarı yaranmış şəraiti düzgün qiymətləndirə bilmədilər. Onlar Aşur ilə birlikdə çıxış etməsi, müstəqilliyin itirilməsi ilə nəticələnəndi.
Manna 590 eradan əvvəl Midiya tərəfindən işğal edildi. Mannanın təbiətindən, əhalisindən, təsərrüfatından danışaq. Təbiət olduqca rəngarəng idi. Dağlıq düzənlik ərazilərin, bol sulu çayların olması maldarlıq və əkinçinin inkişafına şərait yaradırdı. Əhali yaylaq, qışlaq maldarlığı ilə məşğul olur, iri və xırdabuynuzlu mal-qara saxlayırdı. Atçılıq geniş yayılmışdı. Mannada yetişdirilən cins atları şöhrəti qonşu ölkələrdə yayılmışdı. Aşur hökmdarı 2. Sarqon Uşqaya və Tarmakis, yəni indiki Təbriz qalaları arasında yerləşən yaşayış məskənini İlxılar evi adlandırmışdı. Demək, haranı İlxılar evi adlandırmışdı Aşur hökmdarı? 2. Sarqon adlandırıbdı. Uşqaya və Tarmakis, yeni məlumat. Uşqaya və Tarmakis, yəni indiki Təbriz qalaları arasında yerləşən yaşayış məskənini nə adlandırıbdı? İlxılar evi. Demək, hara İlxılar evi adlanıb? Uşqaya və Tarmakis ətrafındakı yaşayış məskənləri. Atçılıq iqtisadiyyatda və hərbi işdə getdikcə daha da böyük yer tuturdu. Urmiya gölünün şimal-şərq əyalətlərinin təbii şəraiti atçılığın inkişafına imkan yaradırdı. Aşur qaynaqlarında Urmiya boyu vilayətlərdən alınan bac sadalanarkən at birinci göstərilirdi. Deməli, Urmiya boyu vilayətlərdən bac alınırdı. Bunlardan at birinci göstərdi, yəni atla bac ödəyirdilər. Mannaya yürüş etmiş hökmdarların demək olar hamısı belə məlumat verirdi. Mannalardan qoşqu atları bac aldım. Demək, mannalardan nə alıblar? Qoşqu atları bac alıblar. Olimpiyadaya düşmüş sual. Hansı vilayətlərdən qoşqu adları hədiyyə verirdi manna? Bu vilayətlər də Z ilə yadda saxlayın. Z, Zama, Z, Gizan, Z, Gizilbunda vilayətləri vergi kimi qoşqu atları bəxş ediblər. Bir də Messinin adını yadda saxlayın. Bunların içində Messini yadda saxlamaq rahatdır. Deməli, mannalar təsərrüfatda dəvələrdən də istifadə ediblər. Urartu hökmdarlardan biri mal-qara sürülərlə yanaşı dəvələrlə keçidini fəxrlə yazırdı. Manna əhalisi taxıl, arpa, darı kimi dəni bitkilər becərmişdir. Həsənli adlı qədim yaşayış məskənində qazıntılar aparan alimlər burada ambarların olduğunu aşkar etmişdir. Ambarlardan müxtəlif kənd təsərrüfatı məhsullarının qalıqları tapılmışdır. Yəni buğda, arpa, əncir, üzüm və s. Mannalılar tarlalarını ağac, kötan və dəmir toxaları ilə şumluyurdu. Nə ilə şumluyurdu? Ağac, kötan və dəmir toxa ilə. Demək, diqqət edək. Dəmir toxalar artıq mövcuddur. Ağac, kötan və dəmir toxa ilə şumluyublar. Taxıl və arpa dəmir oraqlarda biçilirdi. Dəmir alətlərinin tətbiqi isə məhsuldarlığı artırırdı. Əhali bol məhsul əldə edir, artıq məhsullar ambarlara yığılırdı. Təsərrüfat yükləri 2 və ya 4 təkərli arabalarda daşınırdı. Müharibələr və ya quraqlıq baş verəndə ambarlara toplanmış məhsullardan istifadə olunurdu. Əkinçilikdə süni suvarmanın tətbiqi bol məhsul götürməyə şərait yaradırdı. Urmiya gölü duzlu olduğundan əkinçilik üçün yaşamırdı. Buna görə də mannalılar çaylardan arxlar çəkərək tarlaları suvuyurdular. Bu arxların bəziləri yerin altı ilə çəkilmişdir. Aparılan qazıntılar zamanı uzunluğu 12 kilometrə çatan arxın qalıqları tapılmışdır. Mannanın mədəniyyətindən danışaq. Demək, bayaq danışdığımız təsərrüfatı idi. Baxın, suallara diqqət edin. Mannanın təsərrüfatı ilə bağlı doğru fikir göstərin, ya mədəniyyəti ilə bağlı doğru fikir göstərin. Yəni, bu təsərrüfatla və ya da siyasi hakimiyyətlə bağlı doğru fikir göstərin. Demək, siyasi deyəndə dövlətçilik, mədəniyyət deyəndə sırf mədəniyyətə, təsərrüfat deyəndə təsərrüfata baxmalıyıq. Manna mədəniyyəti əsasən Həsənli Ziviyədə aşkar edilən nümunələr əsasında öyrənilmişdir. Mannalar çoxsaylı şəhər qalaları inşa etmişlər, onların mərkəzinə saraylar, məbədlər yerləşirdi. Həsəndə aşkar edilən məbədin mərkəzinə kərpiç meydança quraşdırılmışdı. Görünür, burada qurban ayinləri həyata keçirilib. Demək, Həsənlidə kərpiç meydança var ki, burada qurban ayinləri həyata keçirilibdir. Aşur və Urartu mənbələri də Manna ərazisində çoxlu şəhər qalaları olduğu haqqında məlumat verir. Qalalar müdafiə üçün əlverişli yerlərdə tikilirdi. Şəhər qalaları böyük bir ərazini əhatə edən məskənlər idi. Bunlar daha ciddi şəkildə möhkəmləndirilirdi. Şəhərlərin iç qalaları, sarayları, məbədləri və digər memarlıq qurğuları var idi. Şəhər qalaların bəzisi hökmdar şəhəri adlanırdı. Belə məskənlərdə hökmdar, əyanlar, vilayət rəisləri yaşayırdı. Şəhərlər həm də mədəniyyət, din, sənətkarlıq mərkəzi idi. Belə məskənlərdə kim yaşayıb? Hökmdar, əyan, vilayət rəisləri. Şəhər həm də nə mərkəzi idi? Mədəniyyət və din, sənətkarlıq mərkəzi idi. Şəhər qalaların yaxınında hündür yerlərdə xüsusi bürclərdə inşa edilirdi. Yadəli hücumlar zamanı bu bürclərə tonqallar yandırılarmış. Mannanın Sangibuti vilayətində də belə bürclər var idi. Dağ zirvələrində bürclər ucaldılmışdı. Tonqal yandırılıb yandırılmadığına gecə-gündüz göz qoyur və uzaqda olan çoxsaylı düşmən yaxınlaşdıqda xəbər verirdilər. Demək, belə bürclər harda olubdu? Sangibuti vilayətində.
Sənətkarlıqdan danışaq. Manna sənətkarları təbii ehtiyatların onlara verdiyi imkanlardan məharətlə yararlanmışlar. Sənətkarlar metal, ağac, sümük, gil, daş, mis, dəmir, gümüş, qızıldan müxtəlif əşyalar hazırlamışlar. Manna ustaları üzərində müxtəlif təsvirlər olan saxsı qablar, metal əşyalar, silindrik möhürlər hazırlamışlar. Demək ki, möhürlər təkcə Albaniyaya yox, Mannada da olubdu silindrik möhürlər. Və Manna ustaları saxsı qab, metal əşya, möhür hazırlayıbdı. Tapılan əşyalar Mannalıların mənəvi dünyası haqqında qiymətli məlumatlar verir. Həsənli, Zivyə, digər yerlərdən tapılmış yüksək zövqlə hazırlanmış sənətkarlıq nümunələri Manna sənətkarları haqqında təsəvvür yaradır. Həsəndən tapılmış qızıl camın üzərində qatırlar və öküz qoşulmuş 3 döyüş arabası sürən tanrılar təsvir olunur. Bu, günəş, ay və tufan tanrısı idi. Tanrıları kahinlər qarşılayır. Kahinlərin arxasında qurbanlıq qoyun gətirən 2 xidmətçi fiquru var. Onların saçları tanrılardan və kahinlərdən fərqli olaraq qısadır. Öküz qoşulmuş döyüş arabasını sürən tufan tanrısı müharibə tanrısı hesab edilir. Demək, müharibə tanrısı kimdir? Tufan tanrısı, yəni külək yağış tanrısı. Qatırlar qoşunların arabaları sürən tanrılar isə iki çay arasında olan günəş və ay tanrıları ilə eyniləşdirilir. Həsənli qızıl cam üzərindəki təsvirlər Mannada çox tanrılığın yayılmasını sübut edir. Zivyədən tapılan qızıl əşya üzərində dirilik ağacı, demək nə tapılıb Zivyədə qızıl əşya üzərində dirilik ağacı. Onun ətrafında dağ keçidləri, qanadlı öküz təsviri olunmuşdur. Dirilik ağacı təbiətin ölməsi və dirilməsi inancı ilə bağlıdır. Demək, dirilik ağacı hardadır? Zivyədə. Onun ətrafında dağ keçiləri və qanadlı öküz təsvir olunmuşdur. Dirilik ağacı təbiətin ölməsi və dirilməsi inancı ilə bağlıdır. Manna sənətkarları silah, zireh, dəbilqələr hazırlamaqla da mahir idilər. Bu əşyalar adətən tunç və dəmirdən hazırlanırdı. Ağacdan isə əsasən tikililərdə geniş istifadə olunurdu. Ümumiyyətlə, Həsənli və Zivyə tapıntıları Mannada metal işləmə, zərgərliyin yüksək inkişaf etdiyini göstərir. Manna əhalisi ölülərin yanına müxtəlif əşyalar qoyurdu. Kişilər silahları, qadınlar isə bəzi əşyalarla birlikdə dəfn edilirdi. Qəbirlərin bəzərində əşyalar çox, bəzərində azdır. Tapılan müxtəlif əşyalar şəhər qala-qalıqları Mannalıların özünə məxsus yüksək mədəniyyət yaratdıqlarından xəbər verir. Gələcək Atropatena dövləti də bu mədəniyyətdən yaralanacaq. Mannada bu öyrəndiklərimizdə onun xarici, daxili siyasəti, sənətkarlığı, mədəniyyəti, adət-ənənələri haqqında məlumatlar əldə elədik.